Təl-Əvivdə İranla müharibəyə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Şəhərin mərkəzində 10 minlərlə insan küçələrə çıxaraq davam edən hərbi əməliyyatlara etiraz ediblər. Aksiya iştirakçıları bu müharibəni dayandırın, atəşkəs dərhal elan edilsin kimi şüarlar səsləndirərək hökumətdən İranla qarşıdurmaya son qoyulmasını tələb ediblər. Etirazlar qısa zamanda genişlənərək şəhərin müxtəlif ərazilərini əhatə edib. Məlumata görə vəziyyət daha da gərginləşib və polis qüvvələri aksiyanı dağıtmaq üçün müdaxilə ediblər. Nəticədə etirazçılarla hüquq mühafizə orqanları arasında ciddi toqquşmalar baş verib. Bəzi küçələrdə qarşıdurmaların kəskin xarakter aldığı bildirilib. Şahidlərin sözlərinə görə minlərlə insan artıq müharibədən cana yığıldığını açıq şəkildə ifadə edir və dərhal sülh çağırışı edir. Polis müdaxiləsi isə aksiyaların daha da alovlanmasına səbəb olub. Hazırda Təl-Əvivdə vəziyyət gərgin olaraq qalır və etirazların davam edəcəyi də gözlənilir.